35-ci fəsil. Jacksona doğru yol gedirdilər. Əsl adı Katie Sheldon imiş. Jane dedi, yanında oturan Maura'ya. 13 yaşında olanda Jeremiah'ın günkü ruhani gəlinlərindən biri olub. Onun hər arzusunu yerinə yetirməyə məcbur edilirmiş. Düz 6 il onun girovluğuna qaldıqdan sonra bir gün qaçmağa cəsarət etdi və bunu bacarıb. Adını da ondan sonra dəyişib, Maura soruşdu. Jane gözlərini yoldan çəkməyərək başı ilə təsdiqlədi. Həmin vaxtdan Kezirina Sheldon Weiss'ə çevrilib. Ömrü boyu Jeremiah'ın cəzalandırmasına nail olmaq üçün çalışıb, amma digər heç kəs onu dinləməyib. Dinləyənlər isə dediklərinə inanmaq istəməyib. Maura gözlərini artıq ona yaşlanmış oğlan yola zilləmişdi, xəstəxanaya. Hissanı həmişə bu yolla gedib gəlirdi. Bugün oğlanı sonuncu ziyarət edəcək, sabah isə təyyarə ilə Bostona qayıdacaqdı. Oğlandan ayrılmaq Maura'ya ağır gəlirdi. Üstəlik, vidalaşarkən ona nə deyəcəyini, sonradan əməl edə biləcəyi hansı vədlər verəcəyini hələ heç özü də bilmirdi. Maura onu özü ilə Bostona aparmaq, övladı kimi yanında saxlamaq barədə qərar verməyə çətinlik çəkirdi. Tərəddüdlər yaxasını buraxmırdı. Heç olmasa bir neçə suala cavablandıra bildi. Jane dedi. Maura təəccüblə ona baxıb soruşdu. Hansı sualları? Məsələn, Circle B pansionatında baş vermiş cinayət haqqında sualları. Qatil içəri zorla daxil olmamışdı. Çox rahatlıqla içəri girib kişinin başını parçalamış, üzünü tamamilə yox etmişdi. Qəzəblə və qisasnamə törədilən bir cinayət olduğu aydındır. Jane başı ilə təsdiqlədi. Cinayət aləti Kezinin qarajına tapıldı. Qanlı bir çəkic. Əminsə ki, qətli o törədib? Hə. Cinayətlə bağlı mənə düşündürən başqa bir sualın da cavabını tapmış oldum, Jane dedi. Beşikdəki uşaq sağ idi. Heç bir zərər çəkmədiyi bir yana qalsın, yanında 4 ədəd boş əmzik də vardı. Bu deməkdir ki, qatil körbənin yaşamasını istəyib. Hətta üzərinə narahat etməyin yazılmış lövhəni də götürüb ki, kimsə evə daxil olub körpəni xilas etsin. Araya ani bir sükut çöktü. Sükutu Jane pozdu. Casey icma üzvlərini davamlı təqib edilmiş. Bəlkə də pansiyonda cəsədə tapılan cütlüyü yalnız icmaya bəslədiyi nifrətinə görə öldürməyib. Həm də körpənin həyatını xilas etmək istəyirmiş. Hər halda Casey xeyli qızın həyatını qurtardı. Artıq qadınlar mələklər yuvasını tərk etməyə başlayıblar. Casey bu dəfə də haqlıdır. Jeremiah yoxdursa, icma da yoxdur. Bu, Casey'nin xidmətidir. Jeremiah Qudu öldürməsə, bəlkə o doğrudan da həbs olunmayacaq və insanların həyatını məhv etməyə davam edəcəkdir. Məncə də Casey qatil deyil, daha çox xilaskardır. O, bundan sonra bədbəxt olacaq nə qədər qız və oğlan uşaqların həyatını xilas etdi. Artıq sıçanın heç kimi yoxdur. Maura kədərlə dedi. Yəqin, sənə demək artıqdır ki, o kifayət qədər problemləri olan bir uşaqdır. Bilirəm, onu bilmirəm ki, bunu nəyə görə deyirsən. Çünki onu övladlığa götürmək istədiyini görürəm. Məncə, ən doğrusu da elə bu olardı. Tək yaşayırsan, işin kifayət qədər ağır, vaxtın isə azdır. Hissanın isə ciddi qayığa, fiziki və mənəvi travmalardan azad olub normal həyata dönməsinə ehtiyacı var. Sən bunda ona kömək edə biləcəksənmi? Unutma ki, o mənim həyatımı xilas edib. İndi isə onun özünü xilas etmək lazımdır. Belə də mən onu necə tək qoya bilərəm? Bacaracaqsanmı? Bilmirəm, amma cəhd etmək istəyirəm. Bəs Daniel, bu uşaq sizin onsuz da qaydasında olmayan münasibətlərinizə necə təsir edəcək? Maura cavab vermədi, çünki bu sualın cavabı onun üçün ümumiyyətlə aydın deyildi. Xəstəxanaya çatanda Jane'in mobil telefonuna zəng çaldı. Jane telefonun ekranında nömrəyə baxdı və dərhal açdı. Eşidirəm həyatım, nə xəbər var? Həyatım. Sonsuz bir sevginin ifadəsi olan bu söz Jane'in dilindən o qədər gözəl səslənmişdi ki, eyni yatağı və həyatı bölüşən insanlar başqalarına əhəmiyyət vermədən bir-birlərinə bax beləcə sevgi ilə, doğmalıqla müraciət etməlidirlər. İndi Maura'nın da bu cür müraciətə ehtiyacı vardı, yoxsa xəlvəti eşq yaşamağa yox. Jane, ekspertizanın nəticələri dəqiqləşdimi? Deyə soruşdu. Maura əksini düşünür. Maura ona baxıb maraqla xəbər aldı. Hansı nəticə? Bəli, ona deyərəm, bəlkə onun hansı izahı vardır. Axşam yeməyində görüşərik. Jane bunu deyib telefonu söndürdü və Maura'ya baxaraq dedi. Gabriel Denverdəki toksikologiya laboratoriyası ilə əlaqə saxlayır və nəticələrlə maraqlanır. Orqanofosfat tapıblar? Maura soruşdu. Xeyr. Maura təəccüblə başını yerlədi. Qəribədir. Axı bütün əlamətlər uyğun gəlirdi. Üzərində yarılma əməliyyatı aparılan qızın mədəsində heç nə tapmayıblar. Əgər o həmin həşərat dərmanını içmiş olsaydı, hər halda izi qalardı, elə deyilmi? Bəli, qalmalıdır, amma qalmayıb. Deməli, qızın ölümünə səbəb heç də orqanofosfat deyilmiş. Maura çaşbaş qalmışdı. Nə deyəcəyini bilmirdi. Ona görə də bir müddət susdu. Hanan ana dinlənib dedi.
Bəlkə dərman onun vücuduna dəri vasitəsilə nüfuz edib. Belə çıxır ki, eyni vaxtda 41 insanın üstünə böcək dərmanı tökülür. Səncə bu nə qədər ağlabatandır? Onda analizdə yanlışlıq var. Hər halda FBI laboratoriyasında da analiz veriləcək. Oradan hansı nəticə çıxar bilmirəm, amma fakt budur ki, hələlik məlum olan nəticə sən zənn etdiyin kimi deyil. Bu vaxt xəstəxananın parkinginə daxil olan tibbi ləvazimat maşını digər maşınların yanında dayandı. Maşının arxa qapısı açıldı. 2 nəfər oradan oksigen balonu düşəndə Mauranın diqqəti yayındı. Gruberin bəbəkləri kiçilmişdi. O nəhayət özünü toplayıb dedi. Üstəlik atropinə reaksiya verdi. Bu isə mənim versiyamı qüvvətləndirir. Həmin simptomlara başqa nə səbəb ola bilərdi? Başqa bir zəhər, ya da laboratoriyada bizim gözümüzdən qaçan nə isə. Metal taqqıltıları Mauranın əsəblərinin gərilməsinə səbəb oldu. Maşında yaşıl mərmilər kimi düzülmüş oksigen balonlarına baxanda onun ağlına bir şey gəldi. Ağına gələn şey bu oksigen balonları kimi silindr formasında, amma boz rəngli idi və üstü qarla örtülmüşdü. Maura yarılma əməliyyatını apardığı otaqdakı təcili yardım qrupu həkimlərinin bəzi əlamətlərini, Fred Gruberin kiçilmiş göz qəbəklərini və atropinə reaksiya verməsini xatırladı. Zənnim məni aldada bilməz, Maura düşündü. Bu vaxt Jane artıq maşından düşmüşdü, yerdə idi. Maura isə oturacaqlardan tərpənməmişdi. Maura, Jane başını çöldən içəri uzadıb dedi. Niyə durmursan? Oğlan bizi gözləyir. Axirətə getməliyik. Maura fikirli halda dedi. Nə? Bir neçə saat sonra axşam düşəcək. Elə indi yola çıxmalıyıq. Hava qaralmadan ora çatmalıyıq. Amma əvvəlcə kənd təsərrüfatı alətləri satılan bir dükan tapmalıyıq. Axı niyə? Bizə kürək lazım olacaq. Bütün cəsədləri çıxarıblar. Orada heç nə qalmayıb. Kim bilir, bəlkə də qalıb. Maura əli ilə Jane'ə işarət etdi ki, maşına minsin. Vaxtımız azdır, biraz tələslər, hala yola düşməliyik. Jane əlahsız şəkildə yenidən sükanın arxasına keçdi və dedi, axşam yeməyinə çatmayacaq, heç çamadanını toplamamışam. Bu axirəti yenidən görmək, oradakı insanların niyə öldüyünü bilmək üçün sonuncu şansımızdır. Mən oraya ilə bağlı bizə hər şeyi danışdığını fikirləşirdim. Yanılmışam. Axşama yaxın dağ yoluna Maura'nın Douglas, Grace, Elaine və Arlo ilə birlikdə səyahətə çıxdıqları yola çıxdılar. Maura sanki onların yol boyu etdikləri mübahisələri hələ də eşitirdi. Grace'in dodaqlarını büzərək oturması, Douglas'ın bitib tükənməyən optimizmi bir an olsun gözü önündən getmirdi. Budur, mən yenə həmin yolla gedirəm. Onların ruhu isə yenə mənimlədir. Yenə də məndən əl çəkmirlər, Maura ürəyində dedi. Bu gün qar yağmırdı, yol açılmışdı, amma Maura'nın xəyalında hələ də yolun o məşhum günlərdəki günkü vəziyyəti canlanırdı. Yolun bu hissəsi geri qayıtmaqdan bəhs etdikləri yerdir. Kaş qayıdaydılar. Bəlkə o zaman bütün bunlar da başına gəlməz, hamısı sağ-salamat həyata qaldıqları yerdən davam edərdilər. İrəlidə üzərinə xüsusi yol yazılmış lövhə vardı, amma bu dəfə yolu örtən qar və bağlayan zəncir yox idi. Jane yolu burulub axirətə dönəndə Maura ətrafdakı şam ağaclarının arasıyla yorğun arğın kəndə doğru irələdikləri ilk günü xatırladı. Lap qabaqda Douglas gedirdi. Arlo isə Elaine'in təkərli çamadanının arxasınca sürüyürdü. Nəhayət, axirətə çatıb, yanmış evlərin xarabalıqlarının və cəsədlərini çıxarmaq üçün qazılan çuxurun qarşısında dayandılar. Jane dedi, burada artıq nəsə mənasızdır. Yalnız Baharın gəlişindən sonra hər hansı axtarışı ümid etmək olar. Maura qapını açıb maşından düşdü. Hara gedirsən? Jane onun arxasında səsləndi. Maura dükkandan aldığı kürəyi maşının yük yerindən çıxarıb cavab verdi. Burada biraz işim olacaq. Boş şeydir, onsuz da hər tərəfi ələk-vələk ediblər. Bəs meşədə axtarış aparılıb, Maura bunu deyib kürək əlində evlərin xarabalıqları boyunca irəliləməyə başladı. Baxdığı hər yerdə polislərin, axtarış qrupu üzlərinin ayaq və maşın təkəri izləri görürdü. Günəş qürub etməyə başlayırdı. Maura addımlarını sürətləndirdi və xarabazara çevrilmiş kəndi arxada qoyub ağaclara tərəf irəlilədi. Gözlə, Jane arxadan səsləndi. Maura Siçanla birlikdə meşəyə haradan getdiklərini tam xatırlanmırdı. Qar ayaqqabısının izləri sonradan yağan qara görə silinmişdi. Onları təqib edənlərdən qaçdığı tərəfə yönəldi. Qar ayaqqabısı gətirməmiş və dizə çıxan qarda yeriməkdə çətinlik çəkirdi. Arxadan Jane'in deyindiyini eşitsə də kürəyi arxası ilə sürəyək irəliləməyə davam edirdi. Nəhayət, ağaclıqdan geniş talaya çıxdı. İndi qarşısında düzənlik bir yer var və üstü qarla örtülü inşaat materialları var idi. Ekskavator hələ də əvvəlki yerində dayanmışdı. Maura yarımçıq tikillərə baxdı. Yıxıldığı yeri xatırladı. Hə, düzdür. Təqibçilərin iti onu yaxalayanda çarəsizlikdən bax burada yerə uzanmışdı. O anları sanki yenidən yaşarmış kimi həyəcanlı və təlaşlı idi. Ürəyinin döyüntüsü yenidən artmışdı. Üstünə atılan tazını, ayının ona havada ikən hücum etməsi və həmin vaxt çıxardıqları tükürpəcik səsləri yenidən eşidirdi.
Boğuşma izləri yağan qarın altında gözdən itsə də, Mauro o anda yıxıldığı çuxura hələ də aydın seçə bilirdi. O üzəri qarla örtülmüş inşaat materiallarının yaratdığı topalardan birinə yaxınlaşdı. Bir kürək dolusu qarı kənara atdı. Nəhayət ki, ona yetişən Jane tək nəfəs halda soruşdu. Buranı nə üçün qazırsan? Burada bir şey görmüşdüm. Önəmli ola da bilər, olmaya da bilər. Başa düşdüm, çox qənaətedici cavabdır. Jane dedi. Mauro daha bir kürək dolusu qarı kənara atdı. Üçüncü cəhddə kürək bərk bir şeyə dəydi. Həmin anda da danqıltı səsi eşidildi. Bu olmalı. Mauro belə deyib yerə diz çökdü və qarı əlcəkli əllərlə kənara atmağa başladı. Çox keçmədən üzərimdə dəyirmi xətləri olan hamar bir şey göründü. Donaraq yerə yapışdığı üçün Mauro onu çəkib qopara bilmədi. Qarı işməyə davam etdi, amma hələ də əşyanın buz tutmuş hissəsi görünürdü. Üstündə bir yaşıl, digər isə sarı olan iki çevrə çəkilmişdi. Silindirin üstündə isə kod D568 yazılmışdı. Axı bu nədir? Jane maraqla soruşdu. Mauro cavab verməyib silindirin qalan hissəsi qar altından çıxarmağa çalışırdı. Jane ona kömək etmək üçün əyildi. Çox keçmədi yaşıl rənglə yazılmış yeni rəqəmlər gözə dəydi. 2011 42 114 155 M12 TAT. Bu rəqəmlər nəyi ifadə edir? Jane soruşdu. Məncə bu seriya nömrəsidir. Açıq danış görüm nəyin seriya nömrəsidir? Bu vaxt nazik buz səviyyəsi qırıldı və Mauro üzə çıxan yazıya baxa-baxa qaldı. 5-9 qazı. Jane qaşlarını çatıb dedi. Aman tanrım, bu 5-9 qazıdır. Bu sinirlərə təsir edən zəhərli qaz deyil. Mauro aslan bəli dedi. Sonra çaşqın halda və dizi üstəcə yerinə qayıtdı. Yarğanın digər tərəfindəki ekskavatora baxdı. Sakinlər burada yeni binalar tikirmişlər. Ağacları doğrayıb yeni evlərinin təməllərini belə atılmışlar. Görünür bu axirətə yeni köçəcək ailələr üçün imiş. Bəs görəsən onlar qazdıqları torpağın altında öldürücü təhlükənin varlığından xəbərdar idilərmi? Mauro düşündü. Aydındır, axirət sakinləri hissəşəklər üçün nəzərdə tutulmuş dərmanlar zəhərlənməyiblər. Mauro dedi, amma demişdin ki, əlamətlər orqanofosfat zəhərlənməsinə uyğun gəlir. Məsələ burasındadır ki, eyni əlamətlər 5-9 qazı zəhərlənməsinə də uyğundur. Bu qaz da eyni ilə orqanofosfatlar kimi öldürür. 5-9 qazı insan orqanizmində eyni fermentlərini məhv edir, eyni simptomlara həm də daha güclü şəkildə səbəb olur. Bu, hava ilə yayılması nəzərdə tutulmuş kimyəvi silahdır. Bu vaxt yaxınlaşan bir yük maşının səsini eşidib ayağa qalxdılar. Avtomobilimiz düz yolun ortasındadır deyə Mauro narahat olmağa başladı. Gələn hər kimdirsə burada olduğumuzu artıq bilir. Silahın varmı? Mauro təlaşla soruşdu. Var, amma avtomobildədir. Onu götürməlisən dərhal. Nə baş verir? O baş verir ki, Mauro 5-9 qazına aid silindiri göstərdi. Axirət sakinlərin ölümü nə qəsd işi, nə də kütləvi intihar deyil. Bu qəzadır, bədbəxt hadisədir. 5-9 qazını illər əvvəl məhv etmək üçün bura gətiriblər. O uzun müddət torpaq altında qalıb və inşaat zamanı üzə çıxıb. Elə isə deməli, Jeremiah, haqlısan, Jeremiahın bu kütləvi ölümlərdə heç bir əlaqəsi yoxdur. Jane'in üzündə dərin bir kədər ifadəsi yarandı. Bu vaxt bir budağın sındığını eşitdilər. Gizlən deyə Mauro pıçıldadı. Dərhal ağacların arasına qaçdılar. Gələn Montgomery Loftus idi. Əlində tüfəngi vardı, amma silahın lüləyi yerə çevrilmişdi. Ovunan xəbərsiz ovçu kimi rahat addımlarla yeriyirdi. Bununla belə mümkün deyildi ki, ayaq izlərini görməsən. Ayaq izlərini təqib edərək Mauro ilə Jane'in şam ağacları arasında gizləndiyi yerə qədər gedib gələrdi. Amma nədənsə qoca bu izlərə əhəmiyyət vermədi. Mauro'nun biraz əvvəl qazdığı çuxura yaxınlaşdı. Açıqda qalmış silindirə və Mauro'nun ora qoyduğu kürəyə baxdı. Bir şeyi 30 il bastırıb gizlətsəm belə əlbəttə axırda bir gün üstü açılacaq. Qoca sanki ağaclarla danışırmış kimi deyinməyə başladı. Metal yeyilər, bilmədən üstündən buldozerlə kəssən ya da daşla vursan isə dərhal parçalanacaq. Sonra bir anlıq duruxdu. Səs tonu qaldırıb əlavə etdi. Görəsən indi buna atəş atsam nə olacaq? Mauro Montgomery Loftus'un tüfəngini sincə tərəf tuşladığını gördü. Yerində donub qalmışdı. Səsini çıxarmadan qorxurdu. Gözünü Jane'in meşənin dərinliklərinə tərəf süründüyünü gördü. Amma digər o özü tərpənə bilmirdi. 5-9 qazı qısa vaxtda öldürür. Montgomery Loftus danışmağa davam edirdi. 30 il əvvəl mənə qaz silindirini yox etməyə tapşırarkən belə də demişdi. Düzdür, bu cür soyuq havada zəhərin yayılması biraz uzun çəkir, amma isti havada o çox tez yayılır və dərhal öldürür. Şlak onu ətrafa dağıdar, sonra isə zəhərli qaz açıq pəncərələrdən evlərə daxil olur. Axırı isə məlumdur. Qoca sözünü tamamlayıb tüfəngi qaldırdı və yenidən silindiri nişan aldı. Mauro ürəyinin daha bərk vurduğunu hiss edirdi. Silindirə atəş atsa, yayılan zəhərli qaz buludundan nə qədər sürətlə qaçsalar belə canlarını qurtara bilməyəcəklər. Eynən axirət sakinlərinin isti bir noyabr günündə başlarına gəldiyi kimi. Dayan, xahiş edirəm, dayan. Mauro bunu deyib ağacların arasından çıxdı. Jane'in harada olduğunu bilmirdi. Gözləri ətrafda onu axtarsa da o gözə dəymirdi.
Mağaranın başqa əlacı qalmamışdı. Onun gülləsindən qaçmaqla qurtula bilməyəcəyinin fərqində olsa da, Loftusun qarşısına keçməli, onu bu dəhşətli əməldən çəkindirməyə çalışmalıdır. Bu ki, intihar deməkdir. Mağara qocaya doğru irəliləyərək əlavə etdi. Elə mənim niyyətim də bu deyilmi? Qoca kinayə ilə gülümsəyib dedi. Bilirəm, necə olsa da bu işin sonu mənim üçün yaxşı qurtarmayacaq. Artıq gecir, həbsə düşməkdənsə ölsəm daha yaxşıdır. Qoca susub axıra kəndinin virana qalıqlarına baxdı. Sonra yenidən dilləndi. Tapılan cəsədlərin analiz nəticələrindən sonra onların ölümünə nəyin bahis olduğunu öyrənmək üçün yenidən bura gələcəklər. Burada yenidən axtarış aparacaqlar. Daha sonra isə qapımı döymələri heç də uzun çəkməyəcək. Bunu deyib dərindən nəfəs aldı və əlavə etdi. 30 il əvvəl heç ağlıma da gəlməzdi ki. Sözünü tamamlamadı. Tüfəng biraz da sindirə yaxınlaşdı. Ən düzgün olan nədirsə onu edin, cənab Loftus. Mağara daha sakit səs tonu ilə danışmağa çalışaraq dedi. Polislərə həqiqəti danış. Həqiqətli qoca sanki özündən iyrənibmiş kimi üz gözünə əyib dedi. Həqiqət budur ki, lənətə gəlmiş pula ehtiyacım var idi. Fermanın ehtiyacı vardı. Yükü gətirən adam isə daha ucuz yolla bundan canını qurtarmaq istəyirdi. Həm də buranı zəhərli bir zibilliyə çevirmək hesabına. Bu kimyəvi silahlar bizim vergilərimiz hesabına yaradılıb. Sənin, mənim vergi ödəyən bütün Amerikalıların hesabına, amma kimyəvi silahlar artıq istifadə olunmadıqda neyniyəsən? Yandırmaq lazım idi. Bastırmaq isə daha ucuz başa gəlir. Qoca ətrafa göz gəzdirib dedi. O vaxtlar bu yerlərdə heç nə yox idi. Boş ərazi idi. Bir də torpaq yol. Nə vaxtsa burada insanların məskən salacağı ağlıma da gəlməmişdi. Onlar burada nə bastırıldığından xəbərsizdilər. Cəsədlərini tapdıqda isə bircə yolum qalmışdı. İzi itirmək üçün onları bastırmaq. Başqa nə edə bilərdim ki? Loftus tüfəngi qaldırıb bir daha sindir nişan aldı. Mağara çaşqınlıqla ona tərəf bir addım atdı. Toxunulmazlıq istəyin. Günahsız insanların ölümünə bahis olanlara toxunulmazlıq vermirlər. Elə isə sizə bu işi tapşıranların əleyhinə şahidlik edə bilərsiniz. Onların çoxlu pulları var, güclü vəkilləri var. Bu işdə məsuliyyətli olanların adlarını açıqlaya bilərsiniz. Artıq açıqlamışam. Maşınımda bir zərf var. İçində kağızda məbləğ, tarixlər, adlar yazılıb. Xatırlaya bildiklərimi yazmışam. İnanıram ki, bu qədəri də kifayət edər. Qoca bunu deyib atəş açmağa hazırlaşdı. Mağaranın nəfəsi az qalırdı kəsilsin. Bircə ürəyində hardasan Jane deyə bildi. Elə bu vaxt budaqların xışıltısı eşitildi. Loftus onun qəti qərarını verdi. Atəş açacaqdı. İntihar heç nəyi həll etmir, cənab Loftus. Mağara dedi. Hər şeyi həll edir. Loftus cavab verdi. Jane meşədən çıxdı. Tapancasını Loftusa tuşlayaraq silahını at yerə deyə Amrana səs tonu ilə dilləndi. Loftus ona qəribə bir laqeydlə baxdı. Artıq bundan sonra nə baş verəcəyini onun üçün fərqi yox idi. Buyur, növbə səndədir, dedektiv. Atəş aç və qəhrəman ol. Loftusun tətiyi çəkmək üçün barmaqlarını hərəkətə keçirməsi ilə güllə səsini eşitməsi bir oldu. Qocanın ayaqları altındakı ağappaq qar bir anda qana boyandı. Tüfəngi əlindən düşdü, yavaşca dizi üstə çöktü və üzü quru qara yıxıldı. Jane tapancasını aşağı salıb, məcburdum deyə məyus halda dilləndi. Mağara Loftusun yanında diz çökərək onu kürəyi üstə çevirdi. Başqa seçimim yox idi. Jane lap yaxına gəlib yenidən dedi. Haqlısan, o özü də bunu bilirdi. Mağara yavaşca ayağa qalxdı. Hüzünlü bir üz ifadəsi ilə axirətin viranə qalıqlarına baxdı. Onların da başqa seçimi yox idi, deyə düşündü. O ölən 41 insanın, dostlarım Douglas və Grace'in də, Arlo və Eleynin də başqa seçimləri yox idi. Həyatın qaydası belədir. Hamımız necə və nə vaxt öləcəyimizi bilmədən yaşayırıq.